Əsrlərdən bəri xalqımız yazdan payıza böyük əməklə əkib becərdiyi məhsulunu qış üçün tədarük edib. Elə bu dəfə bu məhsullardan meyvə qurularından söhbət açacağıq. Bu barədə bizə geniş məlumatı və meyvə qurularının faydaları haqqında Sevgili xanım danışacaq. Gedək onunla həmsöhbət olaq. Əvvəla xoş gəlmisiniz bizim kəndimizə. Biz də almaları soyuruq, için təmizləyirik, sonra qaxlayıb quruduruq. İndi sizə onun qurutmasını göstərəcəyik. Başqa nələri qurudurmuşsunuz sevgili xanım? Alma da quruduruq, armud da quruduruq, ərik də quruduruq, ərik qax eləyib quruduruq, danalı quruduruq, tut quruduruq, cavalı quruduruq, qaxın eləyirik, alça quruduruq. Kətdə olan bütün meyvələrdən nə oldu, qış üçün hazırlıq görürük. Onlardan necə istifadə edirsiniz qışda? Qışda elə onlardan stolumuzun üstünə qoyarıq, çərəz kimi gedib gələr, qonum qonşu yığışarıq, qəşəng meyvələrdən yeyərik, çay qoyub kompotun içərik, çay qoyarıq, meyvələrdən tutdan çox adam istifadə eləyir, üzüm qurusundan çox adam istifadə eləyir, mövüz, cəviz, kimin nəyimiz var tökərik qışda ortalığa, qonum qonşu yığışarıq, yeyib içərik. İndi almalar soyacağıq, için çıxadıb, doğrayıb badnuslara yığıb, günün altına qoyub, tam da günün yox, elə yerə qoyacağıq ki, belə təmiz yer olsun, orada qurudacağıq. Əziz tamaşaçılar, biz artıq almalarımızı tamamilə soyduq, hazırdır. Ortalarının içliklərini də çıxartdıq. İndi nə edəcəyimizi Sevgili xaladan soruşacaq. Meyvələrimizi soyduq, nə edirik? İndi bunları dilim-dilim doğrayıb qax eləyəcəyik. Bunu da qoyacağıq, quruyacaqdır. Onu deyim ki, almadan yaxşı alma mürəbbəsi də bişiririk. Alma sirkəsi də qoyuruq. Meyvədən alma meyvəsini bax beləsinə halqa ilə belə mürəbbəsini də bişiririk. Eyni belə formada. Belə formada mürəbbəsini də bişiririk. Qaxını da eləyirik. Əziz tamaşaçılar, biz artıq almalarımızı soyduq, dilimlədik, onları qurmaq üçün qoymuşuq. Növbəti meyvəmiz armuddur. Sevgili xanım, armudu necə eləyəcəyik? Armudu da eyni alma kimi soyub, doğrayıb qurudacağıq. Əziz tamaşaçılar, artıq biz meyvələrimizi soymuşuq, almamız halqalı şəkildə, armudumuzu dilimli şəkildə təmizləmişik, onları qurumaq üçün qoyacağıq. Sevgili xanım, indi biz meyvələri hazırladıq. Qurumaq nə qədər çəkir? Bir həftə bunun qurumağa çəkəcəkdir. Elə olar tez də quruyar hələ. Ancaq üstün örtərik ki, toz olmasın da, meyvələrimiz təmiz qurusun. Artıq meyvələrimiz quruyub qarşımızdadır. Siz də sərin payızı, soyuq qış fəslini sağlam gümrah başa vurub yazı qarşılamaq istəyirsinizsə, onda ailəniz üçün bu tədarükləri görün.